Axır ki restoran, kafe, belə şeylərdən fərqli bir şey eləməyə gəlmişəm. Müzeyə gəlmişik. Bu insan, bu və mən. Nəysə, yuxarı çıxmaq olmazmış. Mən isə çıxdım yuxarı və düşürdülər. Yəni bağlıyım onda yuxarıda. Mən nə edə bilərəm? Ümumilikdə məmnun qaldığım bir muzey idi. Yaratı çox sevirəm. Niyə çox sevirəm? Çünki davamlı olaraq yeni sərgilər olur. Yəni eyni sərgi olmur. Davamlı olaraq yeni fərqli sərgilər gətirirlər. Buranın 2 dənə binası var. Bu bilsən nədir? Bu bilsiz nədir? Edward'ın şey var ya, Twilight'da Edward'ın oxuduqları, məzun olduqları keplər. Onu qoyacağım şəklini bura. Bunun için de bir tane mahnı var ağzımda. İndi yenə çıxarıq ikinci mərtəbəyə, deyərlər burada heç nə yoxdur, düşürdərlər bizi. Amma var. Bu qəşəngdir. Buna dəyər. Olan isə burada nəcə heç kim yoxdur. Yəni nə bir müşahidəçi, nə kurtka götürən, boşdur yəni. Heç kim yoxdur. Hər şey özümüz eləyirik. Buydu. Durmuşam deyə bana yaptığı muamele. Mən hər mart olduğu kimi bu martda Pilatesə qayıtdım. Yəni dünənki halımdan durub gəlmişəm. Nəysə, deməli 8 martda çıxmışam çəkilişə. Mənə gül verdilər, sağ olsunlar. Uşaqlarla işləyirdik, özü də çox xoşbəxt idim. İndi də gedirəm xalam qızımla görüşəcəm. Deməli, mən bu videoya başlamışdım martın 3-də, amma indi martın 25-idir. Çünki niyə? Mən pilates lanetim var. Mən nə vaxt martda pilateslə başlasam, başıma bir iş gəlir. Mən qrip idim, ona görə heç bir şey çəkib bilmirəm. İndi davam edirik vlogumuzu çəkməyə. Gözdə bir içdə çəkmişik. Gözəl insanlar. Davay indi sizi çək. Nə demək istəyirsiniz vloguma? Sən demək istəyirsən kramkamı al ver. Hədiyəmi al. 8 Bağışlayın. mart bitib bu Novruzdur. Bağışlayın. Sən? Ablo. Çox Özüm necə sevir. Kemal'in Büyük Aşkı Masumiyet Müzesi'ndeyim. Yumaq. Yiyib çox indi buna. Niye? Biz belə vkusный, belə dadlı, belə kaşıq yemək istəsəm, siz gəlsiniz. Köşk 21'e. Ünvan yazım göndərək. İman Səməd Vurğun 26. Bilmirəm. Bilmək istiyor muydum? Swing. I just wanna dance. Son təxmin edirəm bu. Çünki qulaq asmayıb heç amatam. Amma albomdan başqa mahnılara qulaq asdırmışam. Mənim yeni hədəfim. Mənim yeni hədəfim sənsən.
Əvvəl çox eşitmirdim. Bilsən niyə? Çünki onda qayıtmamışdı qrup. İndi qayıtdıqları üçün daha çox eşidəsən. Benim YouTube'umu izlemiyor. Tezəmrlə oturub baxır bu. Vlogda neçənci yemeğim. Bu da. Nəinki şourda bir dənə sizlə adam da oturur. Başını qaşı. Yazın qonaq var. Bu nədir? Kitap oxuyur. Canım görsən. Görsən fantastik. Fantastik gördüm. Fantastik. Gel, getdik. Aks çok acı. Biraz da bez bakalım. Görsən fantastik. Fantastik. Gözden. Yani neymek? O keçen defa bize travma oldu. Hiç o boyda çepkamız var. Hiç o takmıyor. Bir çıkıyoruz. Şöyle çıkıyor. Çünkü çepka takıp gelmişiz. Gel, getdik. Artık çok acı. Fotoğraf, videograf. Dosta mən deyir kontenti mən eləyirəm. Cəmim, Nə? biz bir ilk dəfə gələndə bu karton boş deyil miydi sizcə? Elə bir çölü görür deyə biz. Elə yox. Ay, Gülayın səsini eşidirdik. Hə, yuxarını eşidirdi yaşamayı. Biz də qeybət qırırdıq. Hə. Bura boş idi məncə. Onda da belə vlog çəksəydin açıb bilərdik. Nə sosudur? Nədir? Barbekü. Dəqiq barbekü. Yes. Şampaqlıdır. Nədir? Şampaq. Sabahlıdır. Deyəsən. Sən yoxla. Nuggetsinə baxır. Onları isməz tamam. Barbeküye okşayan bir sos. Sən. Silke falan da var içinde. Sən. Ben ketçaptan belə sosları tercih edirəm. Ketçaptan sonra. Ketçap mayonezdən sonra. Ketçapı daha çox sevirəm. Keş. Ben hiç o şeyde yerken de almıyorum. Biraz belə lobya da Ama ben seviyorum. Çox toyuğa görə aldım. Onu yemezsem. Yiyeceksen de. Lobyaları. Sən sevirəm. Mutar yemezsen ya. Sən götür. Niye yemirsen? Məndəmə aldım. Lobyalarını benimle paylaşıyor. Ben çok seviyorum. Nasıl olsun? Ben de hiç almışım. içindən bizə bax. Aylardır toya gedirdim. Bunun tadına baksana. No, gerçekten No. kanka. Gerçekten Tadını hayır. çok beğeneceksin. Bak bana güven. Gel bak. Burada sən də nugget gördün. Yok nugget istemiyorum. Nugget video istedim. Belki ben de bunu istemiyorum. Ben tercih etmem ama çok severim. Şey diyemem ben. Bizden ben nasıl teklif de çok yok diyemem. Maalesef. Ama yani Yok, yersen yani özün. Almaz sana. İsteyerəm. Belki ne varsa bile arada diyerəm. Belki yiyorsun. Bu burada Aha. ben yeni değilim. Biz alışmakla bağlı bir şeydi. Ya bunu alırsan yersin. Bir şey yok zaten. Ben nugget yani
Fast food da karşı değilim ama beğenmiyorum yani.